Quran buyurur, kim bağışlasa və islah etsə, onun mükafatı Allahdandır. Bu ayədə iki söz var ki, ariflər həmişə buna diqqət çəkir. Bağışlamaq və islah etmək. Əllamə Təbətəbai bu ayəni izah edəndə deyir ki, bağışlamaq o zaman uca olur ki, nəticədə bir düzəliş, bir islah baş versin. Şəhid Mürtəza Mütəhərri qeyd edirdi ki, əgər bağışlamaq zülm edən insanı daha da rahatlaşdırırsa, onu dəyişmirsə, bu bağışlama artıq kamil sayılmır. Ona görə də bəzən bağışlamamaq ədalətin qorunmasıdır. Quranın bağışlayanların mükafatı Allahdandır deməsi insanı o yüksək mərhələyə çağırır. Lakin bu mərhələ hər vəziyyətdə tətbiq olunan bir məcburiyyət deyil. Həzrət Əli əleyhissalamdan nəql olunan bir məna var ki, insan bəzən haqqını saxlayar, amma qəlbində düşmənçilik saxlamaz. Quran bağışlamağı ucaldır. Amma ariflərin həyatında elə hallar nəql olunur ki, onlar bəzən halallıq vermədim deyiblər. Əslində bu iki hal bir-birinə zidd deyil, sadəcə fərqli mərhələlərin ifadəsidir. Ariflər çox vaxt bağışlayan insanlar olub, amma bu o demək deyil ki, hər şeyi qeyd şərtsiz bağışlayıblar. Məsələn, Ayətullah Həsənzadə Amulinin tələbələrindən nəql olunur ki, bəzi hallarda açıq şəkildə deyirmiş ki, haqqımı halal etmədim. Amma eyni insanlar onun haqqında deyirdi ki, əsla kin saxlamırdı və məsələni Allaha həvalə edirdi. Arif üçün haqq çox müqəddəsdir. Onlar öz nəfsindən keçə bilər, amma haqqı tapdalanmış bir şey kimi görüb heç nə olmamış kimi davranmaz. Çünki əgər haqq asanlıqla silinirsə, o zaman zülm də asanlaşır. İrfan alimləri deyir ki, bağışlamağın dəyəri qəlbin halı ilə ölçülür. Əgər insan bağışlayır, amma içində hələ də yanığı qalırsa, bu zahiri bağışlamadır. Əgər bağışlamır, amma daxilində sakitlik varsa, bu artıq başqa bir haldır. Əllamə Təbətəbai deyirdi ki, insan iki şey arasında dayanır. Biri ədalət, yəni haqqı yerinə qoymaq, digəri isə mərhəmət, yəni üzərindən keçmək. Lakin bu keçmək həmişə mümkün olmur. Çünki bəzən zülm elə bir yerə toxunur ki, insanın daxilində dərin iz buraxır. Quranda haqq yalnız mal-mülk deyil, insanla bağlı hər şey haqq sayılır. İnsan cəmiyyət içində yaşayır və hər bir fərdin varlığı başqalarının hüququ ilə hörülüb. Ayətullah Həsənzadə Amulinin dərslərində tez-tez vurğulanırdı ki, insan qəlbi Allahın ərşi kimi təqdim olunur. Bir insanı alçaltmaq ilahi təcəlliyə hörmətsizlikdir. Şəhid Mürtəza Mütəhərri deyirdi ki, insan haqqı Allahın haqqından fərqlidir. Allah öz haqqını bağışlayar, amma insan haqqı sahibinə bağlıdır. Quran deyir ki, insana ancaq çalışdığının qarşılığı vardır. Bu ayədə insanın çəkdiyi zəhmət, yəni onun içindən çıxan hərəkət dəyər kimi təqdim olunur. Əllamə Təbətəbai bu ayələri izah edəndə deyir ki, insanın dəyəri onun daxili hərəkəti ilə ölçülür. Yəni bir insanın zəhmətini kiçiltmək əslində onun daxilində baş verən o hərəkəti görməməkdir. Ayətullah Həsənzadə Amuli deyirdi ki, bəzən insan bir ömür boyu bir sözün təsiri altında yaşayır. Zəhməti qiymətləndirmək isə o sözlərdəndir ki, insanı qaldırır. Həzrət Əli əleyhissalam buyurur ki, heç kimin haqqı sənin üçün halal deyil, o onu halal etməyincə. Çünki bəzi şeylər var ki, insan onlara adi kimi baxır, amma onlar başqasının haqqıdır. Quran açıq deyir, ey iman gətirənlər, çox zəndən çəkinin. Həqiqətən bəzi zənlər günahdır. Əllamə Təbətəbai bu ayənin izahında deyir ki, zənn insanın daxilində həqiqətin yerini tutan kölgə kimidir. İnsan o kölgəni həqiqət kimi qəbul edəndə artıq baxışı dəyişir və artıq insanı olduğu kimi görmür, öz düşüncəsinin içindən görür. Bu barədə qeyd olunur ki, insanın daxilində başqasına verdiyi hökm onun daxilini göstərir. Çünki insan çox vaxt başqasını yox, özündə olan ölçü ilə baxır. Əgər insan tez-tez başqaları haqqında pis ehtimal edirsə, bu o demək deyil ki, hamı pisdir. Bu o deməkdir ki, onun baxışı bulanıb. Quran pis zəndən çəkinin deyir, amma bütün zənni qadağan etmir. Ariflərdən nəql olunur ki, insan başqasına qarşı ya yaxşı ehtimal etməlidir, ya da heç hökm verməməlidir. Çünki bilmədiyi bir şey haqqında hökm vermək insanı həqiqətdən uzaqlaşdırır. Həzrət Əli əleyhissalamdan belə bir məna nəql olunur ki, insan başqasının gizlisini açmağa tələsməsin. Çünki onun gizlisini də Allah örtür. Bu qarşılıqlı bir ədəbdir. Yəni sən ört, sən də örtül.